Hacıbala Abtalov bu Ramiz Mehdiyevin yanından geldi. Biz bilirdik de, indi mən orada işləyirəm. Bilirəm ki, ora kimin yanına gedib, nəyə gedib. Ramiz Mehdiyevin yanından geldi ki, bugündən burada icra hakimiyyətində heç kim namaz qılmasın. Deyir ki, Ramiz Mehdiyev deyir ki, əzan səsi insanları narahat eləyir. Məscidlərə deyirdiniz ki, əzan verilməsin. Bəli, məscidlərin də həmin vaxtı bir müddət əzanın səsini almağa nail oldular. Ramiz Mehdiyev deyir ki, əzan səsi insanları narahat edir. Əzan səsi kimi narahat eləyə bilər? Şeytanı. Yalnız şeytanı narahat eləyirdi. Çünki o Şeytan da ki, belə şeylərə bəli, çünki o qoyur, belə bax, dövlət çevrilişlərinə cəhd edir. Qeyri-müsəlmanı, şeytanı, qeyri-milləti, çünki onun milli ruhlu, milli adət-ənənəli, biraz milli ailəsi, evi olan, bağlı olan, öz dövlətinə, millətinə bağlı, qeyrətli insanları, qeyrətli adamları görən gözü yox idi.